Salam dostlar. Siz de TikTok'da baxış sayınızı yüksəltmək istəyirsiniz. Yəni izlənmə sayınızı yüksəltmək istəyirsinizsə, sürətli bir metod paylaşmaq istəyirəm. Dostlar, bilginiz olsun, panel olmadan gerçək izlənmələr sadəcə 5 dəqiqədə hesabımıza göndərəcəyik. Bunu addım-addım sizə göstərəcəm. Heç kimə ağız açmadan siz də izlənmə sayınızı güvənlə yüksəldə biləcəksiniz. Sizdən sadəcə xahişim videonu sona qədər izləməyiniz və diqqətlə izləməyinizdir. Yəni hər hansı bir addımı keçməyin dostlar. İndi isə gəlin videomuza sürətli bir şəkildə keçid edək. Amma ilk öncə sizdən xahişim kanalımıza abunə olub, videonu bəyənib, istifadəçi adınızı yorumlara yazsanız, ən son videomuza ən azından 50.000 izlənmə hədiyyə edəcəm, bu şəkildə test edə bilərsiniz. İndi isə gəlin addımlara sürətli bir şəkildə keçid edək. Dostlar, ilk öncə TikTok hesabımıza daxil oluruq. Sol tərəfdə mənim hesabımı görürsünüz. Burada 100 minlik izlənmə var. Bu izlənməni mən özüm göndərmişəm. Gördüyünüz kimi silinmə, azalma olmur. Videoda uzun müddətli, yəni çoxdan paylaşdığım bir videodur. Yəni azalma, silinmə olmur. Bu videomuza daxil oluruq. Videoya daxil olduqdan sonra buradan videomuzun linkini kopyalayırıq. Kopyaladıqdan sonra sağ tərəfdə dostlar 3 xətt var. Bura daxil oluruq dostlar. Buradan məxfilik bölümünə daxil oluruq. Yəni burada hesabınız gizlədirsə, hesabınızı gizlən açırsınız. Yəni buradakı buton boz rəngdə olmalıdır ki, hesabınız hər kəsə açıq olsun. Bu şəkildə etdikdən sonra Google'a daxil oluruq. Dostlar, Google'a daxil olduq. Burada takipçi.com sözünü yazan kimi sayta daxil olmayın, xahiş edirəm. Videonu sona qədər izləyin ki, hər bir addımdan xəbərdar olasın. Sonra edə bilmədim deyə mənə əsəbləşməyi xahiş edirəm. Takipçi.com yazırıq, B hərfindən, yaxşı rəngli loqodur. Bu sayta daxil olsun. Yəni başqa səhv salıb başqa sayta daxil olmayın. Ən aşağı hissəyə düşürük dostlar. Bütün hilələr bölümü var. Gördüyünüz kimi yaşlı rəngdə butondur. Bura daxil oluruq. Bura daxil olduqdan sonra buradan TikTok hilələrinə daxil olub, buradan da TikTok baxış hiləsi, yəni izlənmə hiləsinə daxil olduq. Az öncə videomuzun linkini kopyalamışdıq. Video linkimizi bura yapışdırırıq. Azərbaycan sayıları seçirik, miqdarı seçirik dostlar. Nə qədər istəyirsiniz göndərə bilərsiniz. Göndər düyməsinə basaraq siz də izlənmə sayınızı yüksəldə bilərsiniz. Eyni zamanda bəyənli takipçi hiləsindən də istifadə edə bilərsiniz.